Muxtar Respublikada rəqəmsal infrastruktur müasirləşdirilir. Yeni xətlərin çəkilməsində əsas məqsəd sakinlərin internetə daha rahat çıxışını təmin etməkdir. Naxçıvan şəhərinin prospekt, küçə və məhəllələrində, o cümlədən Kəngərli rayonunun, Ordubad rayonunun, Culfa rayonunun rayon mərkəzlərində, Şərur rayonunun rayon mərkəzi də daxil olmaqla Maxta, Kərimbəyli, Axaməd və Qarabüz kəndlərində fiber optik xətlərin çəkilişi davam etdirilir. Hazırda Ordubad rayonunda Heydər Əliyev prospektində, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov küçələrində fiber optik xətlərin yeraltı xətlər vasitəsilə çəkilişi davam etdirilir. Qısa zaman ərzində Ordubad rayonunun sakinləri fiber optik xətlər vasitəsilə çəkilən yüksək sürətli internetə çıxış əldə edəcəklər. Məqsəd Muxtar Respublikası sakinlərinin sürətli internetə çıxış imkanlarının tamamilə təmin olunmasıdır. Görülən işlər onu deməyə imkan verir ki, Ordubad şəhərində ən qısa zamanda yüzlərlə abonent GPON texnologiyası vasitəsilə keyfiyyətli və yüksək sürətli internetlə təmin olunacaq. Biz öz uşaqlarımızla, ailə üzvlərimiz, doğmalarımızla əlaqə saxlayanda çətinliklər yaşayırdıq. Bugünkü gün bu sürətli texnologiyanın çəkilməsi ilə inanın ki, hər kəsi öz evimizdəki kimi görürük. Və bu bizə o qədər rahatçılıq verir ki, bunun üçün bu görülən işlərə görə dövlətimizin bütün bu əlləri ki var ki, quruculuq işlərini görüblər, onların hər bir əməkdaşına ancaq təşəkkür eləmək istəyirəm. Qeyd edək ki, növbəti mərhələdə Muxtar Respublikanın digər yaşayış məntəqələrinin sürətli, dayanıqlı və fasiləsiz geniş zolaqlı internet xidmətləri ilə tam təmin edilməsi nəzərdə tutulur. Adilə Səfərova, Tərlan İbrahimova, Emin Novruzov, NTV Xəbər.